Deməli değerli izləyicilər, kuş bazarı. Kuşların hamısını üst-üstə götürən olsa 6 manatdan. Üstü 25 manat, 35 manat. Her 35 manattan başlayır, 10 manata kimi. Deməli burada böyle bir şey var. Açarlardır, fanarlardır, lambuçkadır, belə araq yonkalarıdır, ventilatordur. Hem lambuçkadır, hem ventilatordur. 25 manat, 20 manat. Qiymətlərini görsədim bilgidir. 15 manat, 5 manat, 11 manat, 10 manat. Və s. Sən bizə bunlara görə bir nömrə deyil. 055 055 217 217 1751. 1751. Hətta belə ilk gəzdirmə bir dənə də belə bir şey var. 15 manat. Allah pazarınızı versin. Sağ ol. Belə kuş üzüklər də var. Bunlar özümə aiddir. Bir dənəsi 30 qəp. Nə? Açıq orada. Deməli qırqolunun açıqı deyilir də bunlara. Qırqolu açıqlar var. 30 qəpikdir bir dənəsi. Yok. Kuşlara görə əlaqə nömrəmiz 050 567 95 25. Tural bazar olsun. Neçədir kuşlar ətə? 5 manat. Pavlinler 20 var. Erkək mayətlər pavlinlər. Pavlinler 5 manat, 15 manat. Ha buradakılar 5 manatdan 25 manat. 5'dən 25'e kimi. Tural bir dənə nömrə dedə bizə. 55 823 66 86. Xeyirli bazarınız olsun. Bazar olsun. Sağ ol. Neçədir bunlar? Üstü 20 manat. Fərqi yox da üstəki altdakı. Üstəki altdakı fərqi yok. Üstü 20 manat. Nömrə deyə bilərsən? 055 055 652 77 66. 652 77 7 66. 66. Xeyirli bazarınız olsun. Sağ ol. Bu kuşlar neçə iləndir? Ağarsın, bazar olsun. Hə. Sağ ol. 5'ten başlayır 20'ye kimi. 5'dən 20'ye kimi. Ulan tut 30 manat. Bunların üstü 30 manat. Ha bu altdakılar. Ahtaçlar qara 6 manat, bu pis 15 manat. Bazarınız olsun. Sarılar neçədir ha Mübariz? Mübariz, sarılar neçədir? Ha Mübariz? Mübariz, əvləşin qiymət neçədir? 15 manat. Və sarıların üstü? 40 manat. O çillər? Və bu billər? 6 manat, 7 manat. 6, 7, hər qiymətə dəyişir. Nömrə deyil, 55 055 878 878 34 76. 34 76. Xeyirli bazarınız. Sağ ol qadam, Allah razı olsun. Kuş bazarı. Hanısı bazar olsun. Neçədə bunlar? Sağ ol abi, sağ ol. Neçədə bunlar?
Abi ne neçeden istediler? Ucuzu neçədir, bahası neçədir? Abi buradan başlayıp 5'e kimi, 10'a kimi. 3'dən 5'ə 10'a kimi. Pazarınız olsun. Tamam. Hiç rast gelmiyor, hiç anlamıyor. YouTube'da Ramin Bayramov yaz gələcək. Dostum sən deyib bunlar.